Salam, hörmətli izləyicilər, xoş gördük hər birinizi. Necəsiz? Bu dəfəki dərsimizdə sizlər üçün Səfəvi dövlətinin 17-ci əsrin ikinci yarısındakı vəziyyəti haqqında məlumat verəcəm. Hansı ki, biz sizinlə axırıncı dəfə Şah 1-ci Abbas və Şah 1-ci Səfə haqqında məlumat əldə etdik ki, Şah 1-ci Abbasın hakimiyyət illəri 1587-1629-cu illəri əhatə etdi. Şah 1-ci Səfinin dövrü isə 1629-1642-ci illəri əhatə etmişdi və məhz elə Şah Səfinin dövründə Səfəvi-Osmanlı müharibəsinin 5-ci mərhələsinə yekun vurmuş, qəsr-şirin sülh müqaviləsi imzalanmışdı. 1642-dən 66-ya qədər Şah 2-ci Abbas oldu hakimiyyətdə. Şah 2-ci Abbasın dövründə bəs nələr oldu deyə sual versəniz, biz onun dövrünü yaxşı bir dövr kimi xatırlayacağıq. Nəyə görə? Şah 2-ci Abbas çox ədalətli, mərhəmətli bir şah idi, hökmdar idi. Əhalinin, rəiyyətin qayğısına qalırdı, diqqət göstərirdi. Onların hər zaman şikayətlərini dinləyirdi, qulaq asırdı. Rəiyyətin və sənətkarların dövlət xəzinəsinə olan bütün vergi borclarının hamısını silmişdi, ləğv etmişdi. Bundan başqa Şah 2-ci Abbasın dönəmində iqtisadi sahədə, ticarət sahəsində, əkinçilik təsərrüfatında inkişaf baş verdi, məhsul artımı oldu və bu cür ədalətli islahatlarına görə, xüsusiyyətlərinə görə Şah 2-ci Abbas yaddaşlarda ədalətli, mərhəmətli hökmdar kimi qaldı. Bu xüsusiyyətinə görə oxşarlaşdıra bilərik bir qədər Osmanlı Sultanı 2-ci Bəyazidlə. Əgər xatırlayırsınızsa demişdik ki, 2-ci Bəyazid də ədalətli, mərhəmətli idi, mömin idi, dindar idi və hətta o sağlığından vəli ləqəbini qazanmışdı. Daha sonra Şah 2-ci Abbasın dövründə hətta şahın yanında əhalinin, rəiyyətin şikayətini dinləmək üçün ədalət divanı təşkil olunmuşdu və bu ədalət divanına hər bir kəs öz şikayəti ilə bağlı müraciət edib bunun həllini tapa bilərdi. Şah 2-ci Abbasın dönəmində burada qeyd etmişəm xristianlar məsələsini. Bəli, necə ki biz sizinlə Ağqoyunlu və Qaraqoyun dövlətlərinin sosial-iqtisadi həyatı haqqında məlumat öyrənərkən söyləmişdik ki, Ağqoyunlu hökmdarlarda, Qaraqoyunlu hökmdarlarda xristianlara, xüsusilə də gürcülərə və ermənilərə qarşı çox ədalətli, mərhəmətli davranırdılar. Eyni zamanda bu xüsusiyyət Şah 2-ci Abbasa da aid idi. Xristianların vəziyyəti yetərincə yaxşı idi, belə ki, Gürcü nümayəndələri hətta Səfəvi dövlətində mühüm vəzifələri icra edirdilər. Erməni kilsəsi, erməni tacirləri xüsusi imtiyazlar və güzəştlər əldə etmişdilər. Hətta erməni kilsələrinə torpağa sahib olmaq hüququ belə verilmişdi. Daha sonra biz Şah 2-ci Abbasın dönəmində və ondan sonra hakimiyyətdə olmuş Şah Süleymanın dönəmində Osmanlı dövləti ilə müharibənin baş verməməsinə şahid oluruq. Bəzi Avropa dövlətləri nə qədər onları Osmanlıya qarşı müharibəyə təhrik etsələr də belə, onlar heç bir zaman Osmanlı ilə müharibə aparmırlar. Və biz Şah 2-ci Abbas dövründə Səfəvi-Osmanlının deyil, sadəcə olaraq Səfəvi-Rusiya münaqişəsinin baş verməsinə şahid oluruq. Belə ki, Səfəvi-Rusiya münaqişəsi əhatə etdi 1653-1662-ci illər dönəmini. Bu münaqişənin baş vermə səbəbi bəs nə idi deyə sual versəniz, biz sizinlə Qızıl Ordu dövlətini keçən zaman öyrənmişdik ki, Qızıl Ordu 15-ci əsrdə bir sıra ərazilərə parçalandı. Məsələn, Qazan xanlığı, Həştərxan xanlığı, Krım xanlığı, Sibir xanlığı, Noqay ordusu kimi ərazilərə parçalanmışdı. Və burada bu Qazan xanlığı da, Həştərxan xanlığı da müəyyən bir müddət sonra 16-cı əsrdə Rusiyanın işğalına məruz qalır. Məhz Moskva knyazlığı olan Rusiyanın işğalına məruz qalır. Belə ki, 1552-ci ildə Qazan xanlığı, 1556-cı ildə Həştərxan xanlığı Rusiyanın işğalına məruz qalır və burada Rusiya bunları işğal etməklə Xəzər dənizindən birbaşa çıxış imkanı əldə etdi. Bu bir. İkinci növbədə isə deyəcəyik ki, Şimali Qafqazda Rusların mövqeyi möhkəmləndi. Və burada öz mövqeyini möhkəmləndirən Rusiya bununla kifayətlənmədi. Rusiya hökmdarları, hansı ki burada Rusiyada ağalıq edirdi, Romanovlar sülaləsinin hökmdarları. Onlar öz Şimali Qafqaz ərazilərində öz hakimiyyətlərini daha da geniş əraziyə yaymaq üçün
başladılar sərhəd bölgələrdə, xüsusilə də Səfəvi ilə sərhəd olan bölgələrdə, şimal hissədə, Terek çayı boyunca olan sahillərdə özlərinə hərbi dayaq məntəqəsi olacaq qalalar tikməyə başladılar. Bu qalaların tikilməsi Səfəvinin mənafeyinə uyğun olmadı. Çünki Səfəvi dövləti qəşəng bilirdi ki, Rusiya bu qalaları inşa etməklə özünə hərbi dayaq məntəqəsi yaradır. Burada silah sursatını yerləşdirəcək, ordusunu yerləşdirəcək, ardınca da yavaş-yavaş Səfəvi dövlətinin işğalına başlayacaq. Buna görə də Səfəvilərdə Şah II Abbas buna qarşı çıxdı və Şah II Abbasın verdiyi fərmana əsasən burada Şirvan Bəylərbəyi Xosrov xanı göndərdi Ruslar üzərinə və buradakı tikilmiş qalaların dağıdılması barədə tapşırıq verdi. İkinci Xosrov bura gələrək qalaları dağıtmağa başladı. Belə bir zamanda 1653-cü ildə silahlı münaqişə yaşandı. Söhbət gedir artıq Səfəvi-Rusiya arasındakı münaqişənin başlanmasından. Lakin Rusiyanın kifayət qədər hərbi gücünün olmaması, digər bir tərəfdən Rusiyanın iqtisadi gücünün də olmaması artıq ona bu müharibəni davam etdirməyə imkan vermədi. Və bu zaman Rusiya çarı Aleksey Mixayloviç öz elçilərini İsfahana göndərərək sülh danışıqlarına başlamaq üçün artıq qərar aldı. Və buna da artıq o İsfahana elçilər göndərdi. 1662-ci ildə bu münaqişə dinc yolla həll edildi və nəticədə Şimali Qafqaz bölgəsində Səfəvlərin nüfuzu artdı və Səfəvlər artıq buradakı qalaların dağıdılmasına nail oldular və bu qalalar artıq Rusiya bu qalalardan əl çəkməli, yəni oldu. Artıq Rusiya bu qalaların iddiasından əl çəkdi. Daha sonra deyirik ki, 1667-ci ticarət müqaviləsi imzalandı. Kimin dövrünə uyğun gəlir? Burada Şah II Abbasın ölümündən sonra hakimiyyətə gəldi Şah Süleyman. 1666-1694-cü illər ərzində hakimiyyətdə oldu. Onun hakimiyyət dövründə Rusiyaya ticarət müqaviləsi imzalandı. Bu necə baş verdi? Biz bilirik ki, Böyük İpək yolu eramızdan əvvəl 2-ci əsrdə inşa olunmuşdu. Sin sonrası dövründə inşa olunmuşdu və bu Böyük İpək yolu öz aktuallığını 19 əsr boyunca davam etdirə bildi. Söhbət gedir artıq Azərbaycanda 17-ci əsr dövrünə gəlib çıxırıq ki, 17-ci əsrdə burada artıq Azərbaycanda vəziyyət gərginləşdi. Belə ki, 17-ci əsrdə deməli Böyük İpək yolu öz əhəmiyyətini itirdiyi üçün Avropa ilə olan ticarət əlaqələri zəiflədi. Belə olan halda Səfəv dövləti getdi, Moskva ilə yaxınlaşmağa başladı və Moskvanın əli ilə Avropaya özünə yol açmağa başladı. Burada artıq biz deyəcəyik ki, Səfəvinin Moskvaya yaxınlaşması Moskvanın tam mənafeyinə uyğun gəlirdi. Çünki bu dövrdə Moskvanın istəyi bu idi ki, Rusiyanın istəyi bu idi ki, Volqa-Xəzər su yolunu, ticarət yolunu ələ keçirsin və bu yol vasitəsilə Azərbaycanın ipəyini, Azərbaycanın lazım olan məhsullarını Avropaya və Moskvaya daşısın. Və bu məqsədlə də biz bu dövrdə deyəcəyik ki, 1667-ci ticarət müqaviləsi imzalandı Səfəvi və Rusiya arasında. Səfəvidə Şah Süleyman idi hakimiyyət dövründə. Burada müqavilənin şərtlərinə əsasən, deməli, Rus tacirlərinə, yəni hər bir zaman Səfəvi bazarlarında, Səfəvi karvansaralarında və gömrüyündə gömrüksüz ticarət etmək hüququ verildi. Səfəvi-Rusiya ticarət müqaviləsi yaranmış oldu və bununla da artıq Rusiya Səfəvinin ipəyini Qərbi Avropaya və öz ərazisinə aparmaq imkanı qazanmış oldu. Artıq burada Volqa-Xəzər su yolu vasitəsilə Azərbaycan ipəyi Avropaya daşındı, Moskvaya daşındı. Rusiya öz istəyinə nail olmuş oldu. Və digər bir tərəfdən deyəcək ki, bu ticarət yolunun açılması, Volqa-Xəzər su yolunun açılması çox təəssüflər olsun ki, bəzi dövrlərdə qarətçilik, talançılıq yürüşlərində məruz qaldı. Belə ki, 1668-ci il dönəmində Don kazaklarından olan Stepan Razinin başçılığı altında buraya qarətçilik yürüşü baş verdi. Stepan Razinin buraya yürüşü zamanı Xəzər sahili boyunca olan məntəqələr darmadağın edildi, qarətçilik edildi, bir xeyli qənimətlərlə öz ölkələrinə geri dönmüşdülər. Lakin Rusiya bu Don kazaklarının buraya yürüşünün qarşısını aldı. Çünki çox qəşəng bilirdi ki, Rusiya artıq Səfəvi buna narazılıq etsəydi, ticarət əlaqəsinə son qoyula bilərdi. Buna görə də Rusiya öz ticari mənafeyini, iqtisadi mənafeyini düşündüyü üçün Don kazaklarının yürüşlərinin qarşısını aldı, Stepan Razini tutaraq edam etdirdi. Bu artıq mənim danışacağım Səfəvlərin 17-ci əsrin ikinci yarısının haqqında olan məlumatlardır. Növbəti dərslərimizdə görüşənədək sağ olun.